Qalmaqallı video ilə gündəmə gələn 3 çılpaq xanımdan biri Instagram üzərindən açıqlama yayıb. Yeni Sabahın məlumatına görə o sosial şəbəkə hesabında atdığı addımdan peşman olduğunu qeyd edib. Artıq suallar verməyin, videodakı mənəm. Bizi tutmayıblar, özümüz Cahiddən şikayətçi olmuşuq. Videonun silinməsi barəsində polisə müraciət etmişik. Sağ olsunlar, köməklik göstərdilər. Video yaxın günlərdə bütün səhifələrdən silinəcək. Bir şey başa düşdüm ki, bu ölkədə hər kəs yıxılanı daşlamağa çalışır. Həmçinin mənim haqqımda artıq yazanları da şikayət edəcəyim deyə xəbərdarlıq edib. Sabunçu rayon polis idarəsi 42-ci polis bölməsi əməkdaşları tərəfindən evlərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti əməliyyat tədbiri həyata keçirilib və nəticədə Nardaran qəsəbəsi sakini Talih Xudaverdiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən son xəbər.az-a verilən məlumata görə onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman torpağa bastırılmış bir ədəd Makarov markalı tapanca, patron darağı və 7 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. Talih Xudaverdiyev ifadəsində odlu silah-sursatı 2015-ci ildə dəniz kənarından tapdığını və həmin gündən bəri polisə təhvil verməyərək gizlətdiyini bildirib. Faktla bağlı Talih Xudaverdiyev barəsində 42-ci polis bölməsində toplanılan materiallar araşdırılması üçün Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Dünən Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Dövlət Sərhəd Xidmətinin əməkdaşları Həbib İbrahimov, Zar Quliyev, Pərviz Kazımov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov və Nazim Əliyevin məhkəməsi başlayıb. Qafqaz İnfonun məlumatına görə Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatında olan prosesdə hazırlıq iclası keçirilir. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Dövlət Sərhəd Xidmətinin əməkdaşları Həbib İbrahimov, Zar Quliyev, Pərviz Kazımovun vəkilləri vəsatət verərək onların ev dustaqlığına buraxılmasını istəyiblər. Məhkəmə bu istəyə hə deyib və onlar zaldan azadlığa buraxılıblar. Proses aprelin 9-da davam etdiriləcək. Qeyd edək ki, iş üzrə 28 nəfər zərər çəkmiş var. Bakıda dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə başlayan prosesdə müqərrinə Abbas Bağırov ifadə verib. O dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib. Hakimlərdən Orxan Mehrəliyevə köməklik göstərməsini xahiş edib. Növbəti proses aprelin 9-da davam edəcək. İttihama görə Orxan Mehrəliyev köməkçisi olduğu tanınmış müqərrinə Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazlı küçəsi 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadrat metr torpaq sahəsini ələ keçirib. Həmin torpaq sahəsini Emin Qurbanova satacağını vəd edərək ondan 10 min manat alıb. Bundan başqa o Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Qətay Yusubovdan 52.500 manat alaraq onun Müdafiə Nazirliyinin hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. Maman Nadirovdan isə 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib. Aparıcı Hacı Nuran Hüseynov yenidən Almaniyanın Düsseldorf şəhərinə yollanıb. Aparıcı orada əməliyyat olunacaq. Bu barədə Hacı Nuran özü məlumat verib. Ayağımdan əməliyyat olunacam deyə o yazıb. Qeyd edək ki, Nuran uzun müddətdir mütəmadi olaraq Almaniyada müalicə alır. O xərcəkdən əziyyət çəkir. Hesablama Palatası dövlət tərəfindən sığortalanmasına, maliyyə yardımı göstərilən sahələrə müvafiq əlavələrin edilməsini təklif edir. Hesablama Palatası bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təklif edib. Təkliflərdə qeyd edilir ki, dövlət tərəfindən sığortalanmasına, maliyyə yardımı edilən kənd təsərrüfatı bitkilərinə, pambıq, tütün, çay, çərtik və tuz sahələrinin məhsullarının əlavə edilməsi məqsəd uyğun olardı. Palata hesab edir ki, büdcə vəsaitlərindən istifadənin artırılması məqsədi ilə kənd təsərrüfatında sığorta mexanizminə yenidən baxılmalı, işlək və çevik mexanizm yaradılmalıdır. Palata təklif edir ki, aqrar sahədə sığortanın inkişaf etdirilməsi üçün ərzaq təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif növ subsidiyaların verilməsinin sığorta mexanizmi ilə əlaqələndirilməsi faydalı olardı.
Azərbaycan Banklar Assosiasiyasının Riyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. Qafqaz İnfonun məlumatına görə iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 yanvar şəhidlərinin 1000 nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 manat kreditlərinin bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edib. Bundan sonra da bankları bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilib. Xəbər verdiyimiz kimi, son günlər sosial şəbəkələrdə Vüqar Səda ləqəbli meyxanaçı Vüqar Abdullayevin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının aralarında məktəbli qızların da olduğu müxtəlif şəxslər tərəfindən ifa edilən görüntüsü yayılıb. Bir neçə gün ciddi müzakirə olunan və qalmaqala səbəb olan meyxananın ifaçısı daxili işlər orqan əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən onun üzərindən narkotik maddə götürülüb. Bakı Postu məlumatına görə Ümid Partiyasının sədri İqbal Ağazadənin fikirləri öyrənilib. İqbal Ağazadə bildirib ki, meyxanaçının bu ifası açıqca narkotik maddələrin təbliğatına yönəlib. Bu təbliğat xarakterli addımdır. Hesab edirəm ki, o gənc özü də bu təbliğatın fərqində deyil. Bununla belə partiya sədri adı çəkilən meyxanaçıya bu mahnıya görə cinayət işi açılmasını düzgün saymadığını deyib. Cinayət işinin açılmasını düzgün saymıram. Niyə bu tipli mahnılar izlənir? Hər şey cəmiyyətin əhval-ruhiyyəsindən asılıdır. Azərbaycan televiziyalarında elə adamlar təbliğ edilir ki, istər-istəməz gənclərə pis örnək olur. Bilirsiniz, xalq artistləri arasında nə qədər narkotik qəbul edənlər var. Onlar isə hazırda televiziyaları zəbt ediblər. Bu bəladan qurtulmaq üçün televiziya siyasətini düzgün istiqamətləndirmək lazımdır. Narkotik çəkən adam xalq artisti olursa, sonunda da belə olmalıydı. Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınması üçün sosial müavinətlər haqqında qanuna müvafiq dəyişiklik olunması təklif edilib. Fins.az-ın məlumatına görə bu palatanın 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Qeyd olunub ki, təklif üzrə təqdim olunan məlumata görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi və sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb və razılaşdırılmaqdadır. Birinci vitse-prezident Mehriban Əliyeva aprel zəfərinin 3-cü il dönümü ilə bağlı rəsmi Instagram səhifəsində paylaşım edib. Birinci vitse-prezident Azərbaycan ordusunun qələbəsi haqda yazıb. Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əskərlərimiz, zabitlərimiz vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət etsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.